İnşallah bildiyiniz kimi artıq zilhicə ayındayıq. İnşallah bugünkü cümə xütbəmiz həcc ibadəti haqqında olacaq. Allahın vacib buyurduğu ibadət haqqında olacaq. Xütbəyə başlamamışdan öncə bilirsiniz, qarşıdan artıq Qurban Bayramı gəlir. Allahın izni ilə iyun ayının 6-sı səhər saat 9 tamamda məsciddə Qurban Bayramı namazı qılınacaq. Yəni gecikənlər üçün də 2 dəfə qılacaq. Saat 9-da, birində saat 10-un yarısı qılacaq. Həcc ibadəti. Həcc ibadəti buyururlar ki, dünya ilə insan övladı bağlılığını qırır. Allah Teala'nın razılığını qazanmaq məqsədi ilə Allah Teala'nın əmrinə uyğun şəkildə yerinə yetirilən ibadətdir. Yəni ilk şərti görürsünüz, həccə gedirəmsə, bu dünya ilə bağlılığı mütləq qırmalıyam. Məqsədim nə olmalıdır? Allahın razılığını qazanmaq. Və ən əsas da deyir, Allahın əmrinə uyğun. Allah necə buyurur? O şəkildə o ibadəti yerinə yetirməlisən. Çünki həcc ibadəti İslamın əsaslarından biridir. Həcc ibadəti Allah Teala'nın razılığını qazanmaq üçün Kəbəni təvaf etmək, Ərəfatda dayanmaq, Səfa, Mərva arasında səy etmək, şeytanı daşlamaq və s. həccin ibadətlərini yerinə yetirməkdən ibarətdir. Həcc ziyarəti, görün nə gözəl deyir. Deyir, həcc ziyarəti dünyəvi istəkləri təmsil edən bir libasımız var. Bunu çıxardaraq ehramı bağlamaqla başlayır. Baxın, o deyir, dünya ilə bağlılıq. Bax, elə buradan başlayır. Bu dünyəvi libas var. Bunu çıxardırsan, ehramı bağlamaqla artıq başlayırsan həccə. Mömin insan deyir, ehrama girib, dünyəvi libası çıxartdığı kimi qəlbində olan kini, həsədi, nifrəti, təkəbbürlüyü də çıxartmalıdır. Deyir, öz qəlbini təmizləməlidir. Əgər bu ziyarətə başlayırsansa, həccə gedibsənsə, belə deyə, əsl hacı olmaq istəyirsənsə, o dünyəvi libası necə çıxartdın? Ehramı necə geyindin? Qəlbində olanları da çıxart. O pisliklər var, Bəzən görürsən, qəlb doludur kinlə, nifrətlə, təkəbbürlüklə, həsəd, paxıllıqla. Onlar da deyir, çıxartmalısan qəlbindən. Qəlbi bir sözlə təmizləyib, Allaha tərəf yönəlməlisən. Çünki bu həcc ziyarəti adi bir səfər deyil. Biz istirahətə, turistliyə getmirik. Adi bir səfər deyil bu həcc. Həcc ibadəti insan övladının özünü Allaha həsr etməsi, günahlarından bağışlanması və ən əsası təvazükarlığın zirvəsinə çatmaq üçün bir dənə fürsətdir. Həzrət Peyğəmbər buyurur, deyir, kim ki pis əməllərdən və Allah Teala'ya qarşı günah etməkdən çəkinib, həccin ibadətini yerinə yetirərsə, günahlardan təmizlənərək anadan olduğu gün kimi pak olacaq. Uşaq dünyaya necə gəlir? Məsum gəlir də, heç bir günahı yoxdur ki. Sən də Allah üçün, Allahın razılığını qazanmaq üçün tam şəkildə o ibadəti yerinə yetir, həcc ibadətini, Allah sənin bütün günahlarını silir. Sonraki həddisinə baxan Həzrət Peyğəmbər deyir, qəbul olunmuş həccin savabı, qarşılığı Allah buyurur, yalnız cənnətdir. Allah o insana cənnəti nəsib eləyəcək. Niyə? Birinci hədisdə dedik axı, bütün günahlarını siləcək. Pak insanın yeri haradır? Məsumun yeri haradır? Cənnət. Allah deyir, o insana cənnəti verəcək. Baxın, indi xütbəni istəyirəm, hamımızın həcc haqqında məlumatı vardır. Bir neçə suallar var, bugünkü problemlər var, o haqda danışaq. İnsan övladı həddi buluğa çatdı artıq, o insanın boynunda həcc ibadəti vacib olacaq. Həcc eyni ilə namaz necə vacibdir, oruc necə vacibdir, xumus necə vacibdir, zəkat necə vacibdir, həcc də eyni hökmü daşıyır. Bax, beləcə vacibdir. Bəzən görürük ki, bax bu sualdır, yaddaşımızda olsun, bilək, bizə çox suallar verir bu haqda. Görürsən, valideyndə həddi buluğa çatmamış övladını həcc ziyarətinə aparır. Uşaq hələ həddi buluğa çatmayıb. Gözəldir, əla bir şeydir. Həddi buluğa çatmamış insan, çatmamış bir uşaq Allahın evinə tanış olur, çox gözəldir. Amma bu o demək deyil ki, uşaq gəldi, həddi buluğa çatdı, onun boyunda həcc vacib deyil, xeyr.
O uşaq ki, gəldi həddi buluğa çatdı, məsələn deyək, oğlan uşağı 15 yaşında, qız uşağı da 9 yaşında. Fərq etmir. Həddi buluğa çatmamışdan öncə ziyarətə getmişdi. Həddi buluğa kimi çatdı, o övladın boynunda həcc ziyarəti olacaq vacib. Maddi imkanı yerindədirsə, sağlamlığı yerindədirsə, həccə getməlidir. Getməsə, günah qazanmış olacaq. Aydın oldu bu sual? Yəni aparırlar da, bugün valideynlər aparırlar. Gözəl də eləyirlər. Yəni o vacibat onun boynundan götürülməyəcək. Sonra buyurur, deyir, əgər bir insanın maddi durumu yaxşı deyil və yaxud mənəvi durumu, sağlamlığı yerində deyil, bu insana həcc ziyarəti vacib sayılmaz. İndi bir dənə Quran ayəsi oxuyum, ona baxaq. Allah-u Teala Ali İmran surəsində buyurur, 97-ci ayədir. Deyir, orada açıq aydın dəlillər, İbrahimin məqamı var. Ora daxil olan şəxs əminamanlıq içərisindədir. Getməyə gücü çatanın o evi ziyarət etməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim bunu inkar edərsə, bilməlidir ki, Allah aləmlərə möhtac deyil. Allah ehtiyac sahibi deyil. Bu ayədə bir neçə nöqtələr var. İnşallah ona toxunacaq. Bizə şəriətimiz buyurur ki, maddi, fiziki imkanı yaxşı olan şəxs ömründə bir dəfə vacibdir ki, həcc ziyarətini yerinə yetirsin. Ayə nə buyurdu? Getməyə gücü çatanın o evi ziyarət etməsi Allahın insanların üzərində olan haqqıdır. Gücü çatan nə deməkdir? Bəzi insanlar deyir, Quranda bu yoxdur, Quranda o yoxdur, filan şey Quranda yazılmayıb. Məhər Allahın işi yüzü qutarıb, nəuzubillah, hər bir şeyi Quranda qeyd eləsin. Allah bizə ağıl verir baxı. Bu ağıla niyə verir? Ağılla düşünək, gücü çatan nə deməkdir? Dövrümüzə baxaq. Bugün mənim imkanım yoxdur. Maddi imkanım əl vermir, gücüm çatmır ki, mən o ziyarətə gedim. Nədir bu? Deməli, mən gücü çatan deyiləm. Mənim boynumdan götürüldü. Və yaxud, imkanım var, səhhətimdə problem var. Sağlamlığım yerində deyil. Gedə bilmirəm o ziyarətə. Deməli, mənim boynumdan götürüldü. Və yaxud, yollar bağlıdır. Pandemiya dövrünü gördük də. Gedə bilmirdi. Yollar bağlıydı. Bu nədir? Həmən müddət üçün mənim boynumdan götürüldü. Və yaxud, insan olur da sənəddə problem var. Misallar gətirirəm. Yəni, bu gün üçün bunu Quran yazmayacaq bizə. Amma Allah ağıl verib də. Sənədimdə problem var, sənədlər qaydasında deyil. Kimdir mənə ölkədən buraxan? Və yaxud o hansı ölkə mənə qəbul edirlər sənədsiz? Deməli, nədir? Mənim boynumdan həmən anlıq götürüldü. Amma indi gələk, maddi vəziyyət yerində, sağlamlığım yerində, ailə vəziyyətim yerində, hər bir şey qaydasındadır. Allah bilir ki, sənə üçün vacibdir. Ey bəndə, gəlib mənim evimi ziyarət etmək sənin üçün vacibdir. Sən mütləq gəlməlisən. Sonra ayə nə dedi? Kim bunu inkar edərsə, bilməlidir ki, Allah aləmlərə möhtac deyil. Allahın ehtiyacı yox deyilsən, gələsən onu ziyarət edəsən evinə. Allah möhtac deyil buna. O ziyarət bizim özümüz üçündür. Nə deyirlər? Quranda elə bir şey yoxdur. Əşi, özünüzdən uydurursunuz, həc nədir, filan, bəs məkan. Niyə gedin pulu ərəbə xərcləyin? Öz ölkəmdə kasıb var da, elə verərəm onlara. Niyə o boyda pulu ora xərcləyin? Gör, nə gözəl Allahımız var. Ayələrlə cavabını verir. Ali İmran surəsinin 98-99-cu ayələri. O insanlardır ki, Allahın əmrini yerinə yetirməkdə insanları yayındırırlar. Gör, nə deyir? Deyir, Allah sizin əməllərinizin şahidi olduğu halda nə üçün Allahın ayələrini, dəlillərini inkar edirsiniz? Özləri də bilir, vacibdir. Allah ayələr göndərib, sübutlar göndərib. Niyə inkar edirsiniz? Sonra deyir, siz haqqa şahid olduğunuz halda. Nə üçün o şəxslərdir ki, iman gətirən kimsələr? Onları deyir, Allahın yolundan geri döndərməyə çalışaraq, onlar üçün əyri yollar axtarırsınız. Allah deyir, niyə bu işi görürsünüz? Halbuki Allah sizin etdiklərinizdən qafil deyil. Allah hər şeyi görür. Allah hər şeydən xəbərdardır. Özün gedirsən cəhənnəmə, onu niyə dartırsan? Bu gözəl misal deyir, həqiqət deyir bu. Deyir, cəhənnəmə gedən özünə yoldaş axtarar. Özün qəbulləmirsən, özün o ziyarətə getmirsən, hələ özünlə bərabər Allahın ayələrinə iman gətirənləri də azdırırsan. Onlar üçün əyri yol axtarırsan.
Qurban olum Allaha, onun kitabına hər bir suala cavab qoyubdur. Bir dənə qaranlıq bir yer qoymayıbdır. Mən Ramazan bayramının axşamında, hamımız sosial şəbəkədə varlıqda işlədirik, bir dənə status yazdım. Niyə yazdım onu da? Ramazan bayramında. O insanlar var ya, həccə getmə, pulu yetim yesirə, kasıba xərcdə deyənlər, Ramazanda da var axı. Fitrə zəkatına ilişirlər onda da. Güya bunların bütün işi yerindədir, şəriətlə gedirlər. Əşi, şəriət deyir 2 manat, mən niyə 10 manat çıxartmalıyam? Bütün işləri şəriətlə edir axı bu. Hər bir şey qaydasındadır. Orada da fitrə zəkatına ilişirlər. Yazdım ki, həc vaxtı yazırsınız, o boyda pulu aparıb həc ziyarətinə verməkdənsə, ərəbə verməkdənsə, verin onu ölkəmizdəki kasıb-küsuba. Və yaxşı, fitrə zəkatına niyə ilişirsiniz? O fitrə zəkatı hara gedir? Ölkəmizdə olan kasıb-küsuba. And ola Allah, o sözü yazanlar var, biri bir dənə rəy yazmadı. Biri bir dənə fikir bildirə bilmədi. Ona görə belə insanların qabağına valla söz qoymaq lazımdır. Onların işi, gücü, peşəsi budur. Məyəxud görürsən, deyir, filan həci yalancıdır. Üzr istəyirəm, filan həci, nə biləm, fırıldaqdır. Kimsə yalancıdır, kimsə fırıldaqdır. Burada həccin nə günahı var? Bu ziyarətin, Allah evinin nə günahı var? Buna Allah evi neynəsin? Bir insan gedir, gəlir həccə, 1000 cür günah edir. Buna həcc ziyarəti neynəsin? Və yaxud görürsən, sosial şəbəkələrdə təbliğat gedir, güclü təbliğatdır, valla. Əşi, hacıları gördük də. Görürük də, hacılar nə oyun çıxardırlar. Qurban olur, sənin için fəsaddır, ona hacı neynəsin? Gözəl oldu da, nə gözəl hacılarımız var, əxlaqı, ədəbi yerində, daim insanların yanında, insanlara əl tutur. Sən onu görmürsən, gedib özvə uyğunluğunu görürsən. Bu problem səndədir, hacıda heç bir problem yoxdur. Bilirsin nəyə bənzəyir, bir dənə misalını deyim, inşallah bitirirəm. Sanki bu günləri görürük də, təhsil ocaqlarında görürsən bir neçə müəllim rüşvət aldı, nə bilir, neynədi. Görürsən, müəllimlərdə bir problem olur, düzdürmü? Bunda təhsilin nə problemi var? Məktəbin, elm ocağının nə problemi var? Onda biz də belə eləyək, öz övladlarımızı elm dalınca göndərməyik. Məktəbə göndərməyik, qoyun o uşaqları evə. Silək bu təhsil sistemini. Uşaqlar qalsız, elmsiz. Kim buna razı olar? Kim eləyər bu işi? Bir neçə müəllimə görə deyək, bütün müəllimlərdə problem var və yaxud məktəbdə problem var. Bunu heç kim eləməz axı. Məqsəd, nədir məqsədləri? Bunların işi hacla deyil, bunların işi İslam dinini aradan aparmaqdır. Məqsədləri dinimiz aradan geçsin. Onlar özləri də yaxşı başa düşürlər. İslam dini necə mükəmməl bir dindir, gözəl bir dindir. Ləzzət alınacağı bir dindir. İnsana xoşbəxt eləyəcək bir dindir. Bunlar bunu gözəl bilirlər. Bunlar istəyirlər ki, bu dini aradan aparsınlar. Ona görə bizim vəzifəmiz nədən ibarət olsun? Belə insanları valla elmlənib cavabını vermək lazımdır. Belə insanları boş bırakmaq olmaz. Qoymayaq bizim dinimizi ləkələsinlər. Dinimizə söz atsınlar, namazımıza, hacımıza söz atsınlar. Ola bilər bir neçə hacıda problem var. Gəlib hacıdan sənə şikayət eləndə qoyma. Cavabını verməliyik. Bizim İslami vəzifəmiz, müsəlman vəzifəmiz bundan ibarətdir, valla. Möminlik vəzifəmiz bundan ibarətdir. Biz qorumalıyıq. İslamı qorumalıyıq, namazı qorumalıyıq, orucumuzu qorumalıyıq. Hər bir şeyi, hacımızı biz qorumalıyıq, valla qorumalıyıq. Allahın vacibatıdır.